Her görünen bu kuşları bırakarım artık. Kızı kanetleri. İstersen ya bağlar bıraksın bu çocuk diploma gelecek. Aygır Qazi elə istəmə gəlməsin peşman olmuyor. Dünən qaldı da 3 dənə, 4 dənə qaldı. Gəlmədi. Gecib sıxışıram orada. Allah bir hayır. Bəxər sənə də salam buyurun. Allah sənin canını sağ olsun. Elxan müəllimdir. Elxan ürək sözlər bilir. Ürək sözün budur ki, Allah bu xalqı bir-birinə daha da mehriban eləsin. Elin oğlaşı başı yoxdur. Yoldaşlar bir-birinə dost olsun. Dost olmasa da münasibətləri şirin eləsinlər. Kimin nəyi var Allah özünə qismət eləsin. O hamısının başı Paxıl olmasınlar. paxıl olmasınlar. Allah bu gün aldığın sabah verməz. Allah bu gün aldığın sabah verər. Allah uzatdığını heç kim alçalda bilməz. Allah alçaltdığını heç kim uzalda bilməz. Yəni elə edin ki, rəhmətlə, bərəkətlə, mehriban olaq da qardaşlar. Əsas Allah mehriban mal dünyada qalacaq. O qədər. Keçən il mənim dostlarım vardı. İndi bu illərimi görürəm ki, onların birinin atası, birinin qardaşı. Tanıdıqlarımızı deyil də, siz də onu təsdiq edə bilərsiniz ki, heç kim qalmır da bu dünyada. Əməlimizdən başlayır, yaxşı və pis. Allah bizi yaxşı əməllərlə. Bir də rəhmət qalır. Bir də rəhmət. Hələ yaşayaq ki. Gəlmişik Barəşadın. Deyəsən təqdimat ehtiyacı yoxdur, ancaq yarışda iştirakçıdır da. Bizim yarışın qaydası da var ki, təqdim eləməli iştirakçıları. Onu da biri Rəşad qardaşımızdır, Balaxandan. Onun bölümdəki Rəşad kişi də elə iştirakçımızdır. Onunla biz elə, o var, tez-tez görüşürəm mən Rəşad kişi ilə, o birisi ilə. Qardaşımızla da görüşdük. İnşallah göyərçinlərdən başqa da dəyərləri danışdılar. Oradan Saqqal saraydan olan saqqalımızla yaxşı tövsiyələr elədik. Arxamda deyim, Gülüsay. Hamısı yəni gözəl sözlər, gözəl fikirlər səsləndirdilər. Allah bəyənən sözlərdirlər. İnşallah gücümüz birlikdədir. Yəni İnşallah. həyat budur da. Mənim atam rəhmətə getdi falan kesin. Yəni mən elə bilirdim ki, o ömür boyu yaşayacaq. Mən uşaq olanda deyirdim ki, atam ölməzdi də, həmişə mənim arxamda olacaq. Amma həyat görürsən ki, dəyişə-dəyişə gedir. Bu gün də sabah da biz olmayacağıq. Dünəni itirmişik, sabaha ümid yoxdur, bu günümüzdə müğayət olaq. Sağ ol qardaşım. Sevdiğim şey de içeride var burası. Allah sizə ömür versin. Sağ ol ki, zəng edin, bu kişilərə dəstək verdin. Hazar Fəhmədi var. Hazar Fəhmədiyə bizdən hamımızdan salam. Allah sizə can sağlığı versin. Salam deyə Rəşad. Aleyküm salam. Allah can sağ versin. Allah şəfa Sağ ol. versin. Gəl səsində, azızan səsi qoyuram bir dəqiqə ona, icazə verirsən? Çək. Deyinə, Hacıcan buyur. Buradakilerin hamısını Allah köməyi olsun. Allah Rəşad qardeşə də uğurlar qismət edesin. Bu dünyada Sağ ol Hacı, sağ ol. gözəlliklər var. Hamısını Allah Teala qismət edesin onlara. Allah ürəyi can versin. Çox sağ ol Hacıcan, Allah sizə də ömür versin. Allah can sağlığı versin. Siz də çox sağ olun ki, zəhmət çəkirsiniz, əziyyət çəkirsiniz, bu işləri işıqlandırırsınız. Sağ ol, sağ ol Hacıcan. Tanrı'nın var, böyle teşekkürüm var size de. Allah sizə Allah ömür can versin. sağ olsun. Sağ Allah ol. köməyi olsun. Çox sağ ol Çok sağ ol. Hacıcan. Hacı, çok sağ ol. Çok sağ ol. Çox sağ ol Hacıcan, Allah sizə can sağlığı versin, Allah sizə ömür versin inşallah. Sağ ol Hacıcan, sağ ol, var ol. Həri. Ünitür önde bize bu. Yok bu. Bildim Hacıcan. Ne götürüyor? Demişdim. Bak solda sağ. Ben yine bağda sana Otur, heç əvvəl otur. Öyle, bir daha yeter atam da. Bak burada verəm sana. Hə, qardaşım. Hadi, Allah sənin canını sağ eləsin. Sağ ol, Allah köməyə xoş gəlmisən. Sağ ol, sən də xoş Sən gəldin. ürəyimizsən, bizim Allah ürəyimiz. sənin canını sağ eləsin. Allah köməyin olsun.
Ağsaqqalımıza bax, ağsaqqalımız. Maşallah. Böyümüzdür bu bizim. Maşallah geçer söhbət edir. Allah ömrünə bərəkət versin. Elminə bərəkət versin. Şirketine destek olur. Allah da ona destek olsun. Sağ ol, sağ ol. Allah sana Sağ olasın. Allah sağ olasın. Elxan əmdi, ürəyimizdir bizim, cancı gəlməyiz. Sağ ol, dərs. Adın Allah sənin canın sağ olsun. Gəlmişik, səbəblərə var. Səbəbkara bax, əziyyət çəkir, bax, bax. Maşallah. Ürəyimizdir bizim. Bu da ağsaqqalımızdır. O kişi də Rəşad əmdi, ağsaqqalımızdır. Allah canımı sağ eləsin. Sağ ol, sağ ol. Əziz dostlar, əziz qardaşlar, bir daha salamlayırıq. Rəşad qardaşımızın yurdundan, ocağından. İnşallah Rəşad Balaxanı qeydiyyatımıza düşüb, inşallah hünər meydanına qatılıb. Bu dəyərli qardaşlar da onun ətrafında bu ağsaqqallar olmağına dəstək verdilər. Rəşad kişi də yanımızdadır, o da xeyir duasını verir. Rəşad, uğurlar arz edirəm. Buradan bütün dostlarımıza, elimizin o başına, bu başına, şimala, cənuba, agron salamlar olsun. Allah sizləri var eləsin. Tamam. Rəşad, sözüm var, bir kəlmə sən də deyir, qardaş. Hamı da qurlar deyirəm. Allah. Yaxşısından düşmüş cavanlarca. Sağ ol. Abi səni də öpürəm. Sağ ol. Allah sənin canını sağ olsun. Allah əziyyət bizi yerdə qoymasın. Sağ ol, sağ ol. Elxan müəllim, bu sizin bu 4-cü qənət, 3-cü qənət balanı sadiq qoymaqla münasibətiniz, fikriniz, Uçuşla bağlı. uçuşla bağlı. Düz o sosial şəbəkələr daha aktualdır, hamı paylaşır. Mən birinci qənədə bu oldu, ikinci qənədə. Ümumiyyətlə quş 20-30 qənədə cəhd çalırsan. O damdan bu dama, bu polyadan ora uçur. Quş yerin tapandan sonra, yerin görəndən sonra tam əmin olursan ki, uça bilər. Ondan sonra onu Rəşad nə edirik? Yarım havada uçan quşlara vururuq. Yarım havada uçan, ta çox saat verən quşlara ki, bala yenə də aza bilər də. Çünki aşağını yaxşı götürür bu. Onun göz yaddaşı aşağı polyanı yaxşı götürür. Vurursan onu yarım havaya çıxır gedən, təşkil hallarda göyə gedən. Elə ki görürsən getdi gəldi bir dəfə, iki dəfə, hansı ki cəhdlikdən sonra. Ondan sonra o saat verən 3 saat, 4 saat uçan quşlara qoşursan, bismillah. Gedir, onda sayılır o 3-cü qənət, 4-cü qənət. Onu elə demək olar. Yox, quş cəld olmamışdan, gətir balanı qoşaq 1-ci qənət, 2-ci qənət uçuşa 4 saat olsun. Bu absurdlu yalandır. Yəni mən buna qətiyyən inanmıram. Çünki 9000 dənə uçuşda olmuşam, 9000 həyətdə. Yəni Allah hamısının canını sağ eləsin. Bizə qapı açan qardaşlarımıza da buradan salam olsun. O kişilərin qapılarından uçuş sərgiləmişik. Hamısı zəhmətlə, əziyyətlə, illərlə zəhmətin hesabına bir dənə quşu ortaya gətiriblər. O bir dənə gətirib 10 dənə quş eləyiblər. Yəni o 1-ci sahada, 1-ci qələdə 4 saat uçsun, elə olsa onda o 20 qələdə o da 80 saat uçar ki o quş. Da 4 gün göydə qalar da belə biçimdə. Düz. Yəni o biraz ola bilsin ya danışanlar biraz düz satmır ya da ki elə quşxananı ağızdan buraxırlar da, yəni quşxanadan quş buraxmırlar. Yəni bu qədər yəni sadə. Allah sənin canını sağ eləsin.